Salam əziz dostlar. Həyatın təzadları ilə, tənəzzülləri ilə bağlı görüb duyduqlarım, başıma gələn işlərlə əlaqədar yaranmış bir şeiri sizinlə paylaşmaq istəyirəm. Gördüm. İl üstə il gəldi, çoxaldı yaşım. Min işin yüzündən çıxmadı başım. Bəzən zəhər daddı, bəzən bal aşın, yolumda qayalar düzülü gördüm. Qırıb çoxlarının könül tarını, arzuya çatdırdı həyat harını. Yüzünün əzabla yazdıqlarını birinin əli ilə pozulu gördüm. Bu dünya əzəldən min bir fikirli, bəzən mərhəmətli, bəzən məkirli, dünyanı aslanlı, pələkli, şirli, dünyanı tulalı, tazılı gördüm. Bizik qəhrəmanı çox nağılların, qul olduğu ömrünə kəm ağılların, çox vaxt məzarını mərd oğulların, namərdin əli ilə qazılı gördüm. Salar kol üstünə qaya kölgəsin, bir nəslə dayaqdır hökmü bir səsin. Sabah bu dünyaya gələcək kəsin, bu gün talihini yazılı gördüm. Ac qurda yem gördüm əmlik quzunu. Yaltaq çəkmələrin silər tozunu, zalımın əli ilə ömrü buzunu, fağırın başından basılı gördüm. Yalana yozurlar çox yaman düzü. Yalana yozurlar çox zaman düzü. Bəzən daşdan keçir düzün düz sözü. Yer üstə manata əl açır yüzü. Yer altda saralan qızılı gördüm. İnsanlar çıxırlar müncür oyundan. Oyunlar öyrənib şeytan soyundan. Pələngi çaqqaldan, qurdu qoyundan, qartalı qarğadan asılı gördüm. Mürvət çox özünü öyən oğlanı, dünyada tək mənəm deyən oğlanı, həyatda döşünə döyən oğlanı, döyüşdə qoltuğa qısılı gördüm. Sağ ol.